barışacağıq. Birinci variant. Bilirsiniz necə, bəli barışacaqsınız, amma bu elə bir münasibətdir ki, siz onsuz da tez-tez dalaşacaqsınız. Çünki to, что emosiyalar, burada egolar çarpışır bir-biri ilə. Hər kəs öz sözünü yeritməyə çalışır. Amma sizdə qəribə bir toksik münasibət var və asılılıq. Onsuz da siz qopa bilməyəcəksiniz. Yəni mütləq barışıq və geri dönüş olacaq. İkinci variant. Barışıq, bilirsiniz necə, o istəyir barışmaq, darıxır, eləyir, hətta gecələr yuxusu qaçır. Hərəkət görünmür. Məncə siz bu rasklarda sonra baxın təkrar. Üçüncü variant. Barışıq olacaqmı? Bəli olacaq, o planlaşdırır, onsuz da yazmaq və çox belə, deyim də, elə bir formada danışsın ki, bu söhbət uzanmasın və tez bir zaman barışıq olsun deyə mütləq o sizə yazacaq, əlaqəyə çıxacaq.